Uşaqlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat dərsindən səhifə 8 və 9-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Gəlin birinci buna baxaq. Ədədlər 1 milyona qədər. Lalə və Samir iki aşıqla abaqda müxtəlif ədədlər təsvir etdilər. Hazırıq mı? Aha, müxtəlif ədədlər təsvir ediblər. Bəli. Bu 1001, Lalə 1001, Samir isə 101 edib. Uşaqlar abaqda hansı ədədləri təsvir etdilər dedik. İndi kimin təsvir etdiyi ədəd böyükdür? Bunu necə müəyyən etmək olar? Laləninki böyükdür, çünki 1001 101-dən böyükdür. Samir bir aşığın yerini dəyişməklə Lalənin ədədindən böyük ədəd təsvir edə bilərmi? Bəli, edə bilər. O yüzlüyü böyük ədəd böyük ədəd eləməlidirsə, təkliyi minliyin yerinə versə daha böyük ədəd alına bilər. Lalə hansı aşağının yerində isə onların təsvir etdikləri ədədlər bərabər olar. Bərabər olması üçün bu belədir. İndi minlik gələcək yüzlüyə. Minlik əgər yüzlüyə gəlsə, deməli eyni olacaq. Aha, keçək səhifə 8-ə. Yada salın, mərtəbə cədvəli. Minliklər, yüzlüklər, onluqlar, təkliklər, mərtəbələr, 6, 4, 3, 8 mərtəbə vahidlərinin sayı. 6, 6000-dir, 4, 400-dür, 3, 30-dur, 8, 8-dir. Mərtəbə qiymətləridir. Bu, eyni ədədi müxtəlif formalarda yazmaq olar. Sözlərlə 6438, rəqəmlərlə 6438, açıq şəkildə 6000 üstəgəl 400 üstəgəl 30 üstəgəl 8. Mərtəbə vahidləri arasında əlaqədən istifadə etməklə ədədi müxtəlif formalarda ifadə etmək olar. 10 təklik bərabərdir 1 onluq, 10 onluq bərabərdir 1 yüzlük, 10 yüzlük bərabərdir 1 minlik, 6438 bərabərdir 6 minlik, üstəgəl 4 yüzlük, üstəgəl 3 onluq, üstəgəl 8 təklik bərabərdir 5 minlik, üstəgəl 14 yüzlük, üstəgəl 2 onluq, üstəgəl 18 təklik. Bir sayma 3998, 3999, 4000, 4001, 4002 və s. 100 sayma 7200, 7300, 7400, 7500, 7600 və s. 10 sayma 5001, 5011, 5021, 5031 və s. 1000 sayma 2500, 3500, 4500, 5500 və s. Üç rəqəmli ədədləri sıralamaq üçün əvvəl yüzlüklər, sonra onluqlar, daha sonra isə təkliklər müqayisə olunur. Məsələn, 447, 358, 441, 425 ədədlərini kiçikdən böyüyə bu qayda ilə sıralamaq olar. Yüzlükləri ən kiçik olan ədəd tapılır və birinciyə yazılır. Aha, bu. Qalan, yəni 358. Qalan ədədlərdə onluqları ən kiçik olan ədəd tapılır və yanında yazılır. Yəni 358-dən 425 böyüdür. Qalan ədədlərdə təklikləri və ən kiçik olan ədəd tapılır və yanında yazılır. Aha, burada 441 də 425-dən böyüdür. Sonuncu ədəd yanında yazılır. Yəni 358 kiçikdir 425-dən, 425 kiçikdir 441-dən, 441 kiçikdir 447-dən. Onluqlara qədər yuvarlaqlaşdırma. Təkliklər 5-dən kiçik olarsa onluqlar olduğu kimi saxlanılır. Təkliklər 5 və 5-dən böyük olarsa onluqlar bir vahidi artdırılır. Təkliklər 0-la əvəz olunur. Yüzlüklərə qədər yuvarlaqlaşdırma. Onluqlar 5-dən kiçik olarsa yüzlüklər olduğu kimi saxlanılır. Onluqlar 5 və 5-dən böyük olarsa yüzlüklər bir vahid artdırılır. Təkliklər və onluqlar 0-la əvəz olunur. Aha, belə. Yəni 837 ədədinə yalnız təklikləri 0 olan
ən yaxın ədəd 440-dır. Deməli 440-a yuvarlaqlaşdırdıq və 837 ədədinə təklik və onluqlar 0 olan ən yaxın ədəd 800. Yəni 837-ni yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 800. Təkrar üçün tapşırıqlar. Aha, keçək tapşırıqlara. 1. Avaqlarda təsvir olunan ədədlər rəqəmlərlə, sözlərlə və açıq şəkildə yazın. Aha, birinci abaqda 6402 elə yazırsınız 6402. Sonra sözlərlə 6402. Sonra açıq şəkildə 6000 üstəgəl 400 üstəgəl 2 0 yazmaya da bilərsiniz. 3135 rəqəmlər də oldu. Belə yazırsınız, yəni sözlərlə 3135. Açıq şəkildə 3000 üstəgəl 100 üstəgəl 30 üstəgəl 5. 2005 rəqəmlə 2005. Sözlərlə 2000 üstəgəl 5 açıq şəkildə. 1700 1700. Sözlərlə açıq şəkildə 1000 üstəgəl 70. Aha, tapşırıqlara keçək. 2. Qanuna uyğunluğu tapın və boş yerlərə uyğun ədədləri müəyyən edin. Aha, A. 3996, 3997, 3998 bir-bir artır, ona görə də 3999, 400, 401 olmalıdır qalanları. B. 2001, 2011, 2021 10-dan artır. Deməli necə eləməli? 2031, 2041, 2051. C. 4444, 4504, 4604, 4804, 4704, 4804, 4904, 100 artır. D. 3800, 4800, 5800, 1000 artır, 6800, 7800, 8800, 8800. 3. Ədəd oxu üzərində nöqtələrə uyğun ədədləri tapın. Aha, 0, sonra buradakında olmalıdır 600, sonra 1500, sonra 2300, sonra 3100, sonra 4500, sonra 5900, sonra 6500, sonra 7500, sonra 8200, sonra 8700, sonra 9200, sonra 9700. Aha, 4. 3 rəqəmli ədədlərin pozulmuş rəqəmlərini müəyyən edin. Ən azı 3 variant söyləyin. Aha. 6, 4 böyüdür 663-dən. 664 böyüdür 663-dən. 674 böyüdür 663-dən. 684 böyüdür 663-dən. Sonra ikincidə belə eləyə bilərik. 442 bərabər 442-yə, 642 bərabər də 642-yə, 342 bərabər də 342-yə. Sonra 817 belə eləyə bilərik üçüncüdən. 817 kiçikdir 818-dən, 816 kiçikdir 818-dən, 815 kiçikdir 815-dən. Sonra dördüncüdən 771 böyüdür 671-dən. 771 böyüdür 571-dən. 771 böyüdür 471-dən. Aha, sonra 5-cidə 663 böyüdür kiçikdir 673-dən. 653 kiçikdir 673-dən, 643 kiçikdir 673-dən. Aha, 5. 5. Ədədləri sıralayın. Artan sıra ilə. A 250, 205, 150. B 218, 508, 428, 423, 550. Aha, A olacaq 150, 205, 250. B olacaq artan sırayla
B olacaq 218, 508, yəni 218, 423, 508, 550. Bu sıra ilədir. Azalan sıra ilə də A 100, 570, 170, 144. Azalan sırayla da B 170, 752, 254, 172, 152. Aha, tapşırıq 6-ya keçək. Boş xanalara uyğun ədədləri müəyyən edin. 2875 bərabərdir. 2000-lik üstəgəl 800-lük üstədə 7, 10-luq üstəgəl 5 təklik. 6230 bərabərdir 5000-lik üstəgəl 1230 təklik. 1500 bərabərdir 1500-lük. 10.000 eləyir 10.000 minlik. 10 minlik. 4207 eləyəcək bərabərdir 3000'lik üstəgəl 1400'lük üstəgəl 7 təklik. 5400 bərabərdir 4000'lik 1400'lüyə. Aha, tapşırıq 7-yə baxaq. Ədədləri yuvarlaqlaşdırın. A onluqlara qədər, B yüzlüklərə qədər. A-da 333 onluqlara qədər yuvarlaqlaşdırdıqda 330. 986-nı yuvarlaqlaşdırdıqda 990. 44-ü yuvarlaqlaşdırdıqda 40. 485-i yuvarlaqlaşdırdıqda 490. 58 yuvarlaqlaşdırdıqda 60, 1284 yuvarlaqlaşdırdıqda 1280. B yüzlüklərə qədər yuvarlaqlaşdırırıq. İndi 2827-ni yüzlüklərə qədər yuvarlaqlaşdırdıq deyir. 2008, 800, 8, 800, 853 yuvarlaqlaşdırdıqda 900, 192'ni yuvarlaqlaşdırdıqda 200, 624'ü yuvarlaqlaşdırdıqda 600, 1200, 624'ü yuvarlaqlaşdırdıqda 600, 1386'nı yuvarlaqlaşdırdıqda 100, 1400, 4811 yuvarlaqlaşdırdıqda 4800. Aha. 8-ci suala baxaq. 8. Turistlər qarşı sahilə keçmək istədilər. Qayıqçıdan əlavə 150 kiloqram yük götürə bilir. Yükləri ilə birlikdə ata 103 kiloqram, ana 65, qız 54, oğul isə 44 kiloqramdır. Qayıqçı onları digər sahilə 2 dəfəyə necə apara bilər? Aha. Bunu köçürün. Sonra isə bir yazın. Aha. Bir yazaq. Sonra birinci ata oğulu yoxlayaq. Gəlin mən də yazım. Həm də biləsiz ki, necə yazmalısınız. Aha. İndi yazaq. Məsələn, belə eləyə bilərsiniz və ya şərt yaza bilərsiniz şərtini. Şərtini yaza bilərsiniz, amma mən çox uzun olacaq deyə indi onu demirəm. Şərtini yazsaz yaxşı olar. Ata, oğul. Yəni belə eləyək, yoxlayaq. Ata, oğul. 103 üstəgəl 103 kiloqram. Dəqiqə. 103 üstəgəl oğlan neçədir? 44 kiloqram. Aha, 44 kiloqram. Eləyəcəklər neçə? 147. 147 nədir? 147 150-dən kiçikdir deməli, gedə bilərlər. Sonra ikinciyə baxaq. İkincidə nə ola bilər? İkinciyə də ana ilə qız qaldı. Qız. Aha, bunlar da belə yoxlayaq. 65 üstəgəl 54 bərabərdir
119. 119 kiçikdir 150-dən. Ona görə bunlar da keçə bilər. Aha, keçək tapşırıq 9-a. Ədəd aparatına daxil edilən ədədin hər mərtəbə vahidinin sayı qədər kürəcik çıxır. Əvvəlcə aparata hansı ədəd daxil edilmişdir, sonra apart ardıcıl olaraq 7052, 7004, 4800, 9029 ədədləri də daxil edildi. Hansı rəngdə kürəcik daha çox oldu? Aha, deməli biz yazaq. Aha, deməli nə yazaq və necə yazaq? Yazaq ki, bir dənə 1 qoyaq. Yəni birinci sual. Dəqiqə. Aha, birinci sualda deyir ki, aparat hansı? Deməli 2 dənə qırmızıdan, 2 dənə yüzüklər, yəni mavidən, 3 dənə onluqdan və 4 dənə təklikdən. Aha. Deməli biz biri yazdıq, sonra sarıya baxaq. Sonra da deyir ki, rəngləri. Aha, biz rəngləri tapmalıyıq indi. Əsas sual budur. Sarı bərabərdir 4 üstəgəl 2, yəni sarı təkliklər deməkdir də. Üstəgəl 0 sadəcə və rənglərlə soruşub deyə ona görə belə sarı yazmalıyıq. Üstəgəl 9 bərabərdir 15. Sonra yaşıl bərabərdir. Yaşıl bərabərdir 3 üstəgəl 5 üstəgəl 0 üstəgəl 2 bərabərdir 9. Aha. Yaşıl, mavi, 2 üstəgəl 0 üstəgəl 8 üstəgəl 0, yəni üstəgəl 0 eləyəcək 10. İndi qırmızı. Aha, qırmızıdan. Deməli 2 üstəgəl 7 üstəgəl 4 üstəgəl 9 bərabərdir 22. Aha, indi cavabı artıq bildik. 22 hamısından daha çoxdur. İstəyirsiniz müqayisə ilə də yaza bilərsiniz, yada bilərsiniz. Amma yazsaz yaxşı olar. Qırmızı kürəcik daha çox oldu. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarında kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə kanalıma abunə olmağı və videomu bəyənməyi unutmayın. Hələlik.